Çempionlar Liqasında play-off'un cavab oyunları davam edəcək. Fenerbahçe Lyon'a qarşı bərabərə bitən 4 oyunun cavab oyunları çox gərgin olacaq. Belə ki, UEFA Çempionlar Liqasında 2026-2027-ci il mövsümünün play-off mərhələsində növbəti cavab oyunları keçiriləcək. Manşet az xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə bugün 4 cavab qarşılaşması baş tutacaq. Gecənin maraqla gözlənilən görüşlərindən biri Fransanın Lyon klubu Türkiyə nəhənglərindən sayılan Fenerbahçe'ni qəbul edəcək. İlk qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Günün digər oyunlarında isə AEK Levski Sofiyanı, Viking Dinamo Zagreb'i, Celje isə Slavanı sınağa çəkəcək. İlk görüşlərdə müvafiq olaraq 0-0, 2-2 və 1-1 hesablı heçəcələr qeydə alınıb. Əziz izləyicilər, siz necə düşünürsünüz? Fenerbahçe Lyon səddini keçə biləcəkmi? Bildiyiniz kimi Türkiyədə keçirilən oyun 1-1 hesabı ilə başa çatıb. Səfərdə Fransada Fenerbahçe'nin bu mərhələdən çıxmaq şanslarını necə dəyərləndirirsiniz? Xahiş edirəm, rəylərdə mütləq yazın və səhifəmdə olan plus düyməsini vurmaqla dünyada və Azərbaycanda baş verən ən son xəbərlərdən xəbərdar ola bilərsiniz.